Bu gecə onun ağır gecəsidir. Canım fəda olsun sənə ya Əmir-əl-Möminin. Soruşurdu ki, oğlu İmam Həsəndən, oğlum Ramazan ayından nə qədər qalıb? Hər gün soruşurdu. Gözləyirdi bu gecəni. Qızı deyir, iftar açdıq, nə qəribə haldaydı atam. Heç çıxırdı göylərə, ulduzlara baxırdı, inna lillah və inna ileyhi raciun. And olsun Allaha, mənə yalan deyilməyib, vədə vaxtı gəlib çatdı. Müxtəsər deyir, az iftar elədi, səhər vaxtı çıxdı evdən getməyə. Gördüm əbası qapıya ilişdi, daş, divar saxlayır onu. Gəldi məscidə öz qatilini yuxudan oyatdı, dedi, dur, bu yatış şeytanın yatışıdır. Qalxdı, azam verdi, gəldi dayandı namaza, alnına zərbə dəyəndi, ham eşitdi, fustu və Rəbbil Kəbə, fustu və Rəbbil Kəbə. And olsun Kəbənin Rəbbinə qurtuldum, nicat tapdım. Bir mələklərin fəryadı uzaldı, Allahın Peyğəmbərinin vəsisini öldürdülər.